Salamlar, artıq cümə günü başlayıb. Önümüzdeki gün daha önce geçen biten gün biraz sərin idi, biraz günəşli idi. Son vaxtlar yay gəlib, yəni ona uyğun biraz havalar var, amma yenidən də onun paralelində yağış filan belə havanın pisləşəcəyinə dair də yenidən endişələr və məlumatlar iki bir kənarda mövcuddur. Bugün yenə də olmazsa olmaz paltaryo maşın işləyib. Ütü işi çox olmayıb. Qab yumaq işinə də əksər hallarda mən yox, mən qab batırmaq işlərinə baxıram. Hazırladığım yemək bəzisi uğurlu alınıb, bəzisi yox. Salata falan faydalı bir şeylər eləməmişəm. Son zamanlar müraciət elədiyim, bəyəndiyim bir şey bəzən yaradığını hiss edirəm, bəzən yox. Daha sonra kitab oxumağa dair hobbi dəstəkləməyə dair demək olar ki, heç nə yoxdur. Toxumağa dair heç nə eləməmişəm. Kitab oxumağa nə fürsətim, nə vaxtım olub. Başqa video paylaşmışam həmişəki kimi, dəstək almışam, yox. Çox hiss olunmur nə canlılarda, nə shortslarda. İp atlamağa aid mayo ilə bağlı bir durum var idi. Bir dəqiqədən də az elə spontan bir şəkildə çəkmişəm və sonra çəkəndən sonra video paylaşandan sonra gördüm ki, normal bəzi məqamlar var ki, onlar çox yaxşı alınmayıb. Amma dəyişəcək bir şey yox idi. Heç ona vaxt yoxdur, fürsət də yoxdur ki, oturub neçə dənə çəkəsən və aralarından yaxşı birini seçəsən. Çünki patlamaq bu kiloda yetərincə yükdür və mən hər nə qədər onu sevsəm də eləyə bilmirəm. Daha sonra alınan və alınmayan işlərdə nə deyə bilərsiniz deyə soruşsanız. Yürüyüş yenə də 45 dəqiqəni dəstəkləyə bilməmişəm, nə səhər, nə axşam. Alış-veriş desən, meyvə və ya başqa bir şeylər ki, arıqlamağı dəstəkləyəsən filan bu cür nöqteyi nəzərdən sadəcə tapa bilirəm reseptləri, alındıra bilmirəm. Yediyim, elədiyim xəmirdir. Xəmir də qış vaxtı əksərən soyuq havalarda yeyilən bir şeylərdir. Yəni daha yaradıcı bir reseptlərə müraciət eləmək olsun, daha faydalı tatlılar olsun, az kalorili. Tatlıdan vaz keçməyib amma böyük bir tort və ya bir dilim tort yemək istəməyənlərin Yunan yoğurdu olsun, başqa bilmirəm sağlıqlı tariflərə nə qatılır bilmirəm, steviadır, psiliumda hər nəysə. Özünüzə yaxşı baxın.